problemlərin çoxluğunda işıq böyük, bir qaranlıqdan bir işıqlığa doğru getdi bizim ailəmizə. Yəni, Azərbaycan toplumunda psixoloqa biraz ki, yaxşı baxmırlar. Çünki fikirləşəndə ki, psixoloqu necə əlimiz, ayağımız həkimə ağlayanda gediriksə, travmatoloqa, məsəl üçün, cərraha, ürək cərrahına, başqa bir yerlərə gediriksə, psixoloqa da gəlməliyik. Çünki insanın psixologiyası pozulanda hər yola əl ata bilir. Allah uzaq etsin, görürük də, ölməzən aparır bu yollar. İnsan gəlməlidir, fikirlərini deməlidir, ailə, uşaq, fərqi yoxdur. Fikirlərini deməlidir, o fikirlərdən azad olmalıdır. Savadlı insanlar da, psixologlar da bizlərə psixoloq deməlidir. Düzgün şəkildə bizi, düzgün şəkildə bizi məlumatlandırmalıdır. Çünki anadır, atadır deyilik sözlərimizi. Sadəcə onlar bizi düzgün yönləndirmirlər. Allah sizdən razı olsun, hər ikisindən.